Salam, hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər və abituriyentlər. Ümidvaram hər biriniz yaxşısınız. Növbəti video izahımız DİM test toplusundan kompüter şəbəkələri, internet mövzusu haqqındadır. Vaxt itirmədən başlayaq sualların izahına. Birinci sual e, nümunəsi ilə başlayırıq. Deməli, Xəzər Əzizoğlu 917 @gmail.com elektron post ünvanında domen adını müəyyən edin. Elektron post ünvanı iki hissədən ibarətdir. Birinci hissə, ədəqədə olan hissə istifadəçi adı adlanır. Əddən sonraki hissə domen adı adlanır. Burada isə əddən sonraki hissə gmail.com-dur. Deməli, cavabımız A variantı olacaq. Amma istifadəçi adını soruşsa Xəzər Əzizoğlu 917 olar. 2. Simsiz şəbəkə texnologiyalarını müəyyən edin. Simsiz şəbəkə texnologiyaları Vimax var, Bluetooth var, IRDA, Wi-Fi, Zigbee, 2G-dir, 3G, 4G, 5G texnologiyaları ümumiyyətlə simsiz şəbəkə texnologiyalarının nümunədir. Sadaladıqlarımızdan Vimax-ı gördüm, bir də Bluetooth-u. Cavabımız 2, 4. D variantı. İnternet xidməti deyil. İnternet xidmətləri Uzenetdir, Telnetdir, 3W var, elektron poçt, İRK xidmətinə çat da deyirlər. Amma page kanalı internet xidməti deyil. IP ünvan ola bilməz. IP ünvanlar haqqında qısa bir məlumat verim. IP ünvanlar 4 hissədən ibarət olur. Yəni 4 aktivdən və nöqtə ilə ayrılırlar bir-birindən. Minimum 0, maksimum 255-ə kimin ədədə ola bilər. Yəni bir aktivdə. Və IP ünvanı kodlaşdırmaq üçün bizə 32 bit lazımdır. Çünki bir aktiv özündə 8 bit informasiya daşıyır. İndi burada biz səhvi tapmalıyıq. A variantında bir problem görmürəm. B-də də hər şey qaydalar çərçivəsindədir. C variantına baxsaq, burada 256 var. Dediyimiz kimi ən böyük 255 olmalıdır. Variant C olur. 5. info@dim.gov.az elektron post ünvanında istifadəçi adını müəyyən edin. Dedik ki, ədəqədə olan hissə istifadəçi adı adlanır. Cavabımız info olur. Şəbəkə kartının funksiyası nədir? Şəbəkə kartının funksiyası kompüteri kabel şəbəkəsinə qoşur. Yəni, beləliklə, kompüterimizin internetə qoşulması üçün şəbəkə kartının olması vacibdir. Ona görə də biz variantlarda bunu axtarıb tapaq, informasiyanı müvəqqəti saxlamaq, kompüteri kabel şəbəkəsinə qoşmaq. Bəli, kompüteri biz kabel şəbəkəsinə qoşmaq üçün şəbəkə kartından istifadə edirik. 7. Axtarış sistemlərində relevantlıq nədir? Nəzəri bir sualdır. Orta məktəb dərsliğində bu haqda yazılıbdır. Relevantlıq uyğunluq deməkdir. Tapılan informasiyanın axtarış meyarından uyğunluq dərəcəsi relevantlıq adlanır. Cavabımız A variantı. Şagird dəftərdə yazdığı məktəb serverinin IP ünvanını bərpa etmək istəyir. Ona kömək etmək üçün hərfləri düzgün sıralayaraq IP ünvanı bərpa edin. IP ünvanın dedik ki, bir akdedi maksimum 255 ola bilər. Yəni biz 255-dən yuxarı bir qiymət yazanda bu IP ünvanın qanunlarına zidd olur. İndi bu tip misallarda, bu tip məsələlərdə yüzyıl olaraq çalışmalıyıq ki, o variantlarda 255-dən böyük qiymətləri tapıb, belə deyək də, çıxaq. Məsələn, baxsaq ki, variantlarda əgər verilmiş bu hissələrdə görə bilmiriksə, bir variantda yerinə yetirəndə çalışaq ki, məsələn, C-dən sonra D gələ bilməz. Düzdürmü? Çünki 133 və 20 13320 eləyir. Yəni, mən bunu yazmağım düzgün deyil. Sonra baxaq ki, bu D variantında var. Çıxdım. B-dən sonra D yazsam, B-dən sonra D yazsam, görürəm ki, 1320 olur. Baxın, mən 255-i aşan hissələri çıxaram.
Sonra B-dən sonra S yaza bilərəmmi? B-dən sonra S yaza bilərəm, bəli. Problem deyil. İndi B-dən sonra S yaza bilərəm. Görürsən S-dən sonra nə yaza bilərəm? 133.64. Əla. BSA-nı tapa bildim. Cavabımız olacaq elə B variantı. O 255-i görüb tez variantı tapmaq mümkündür. 9. Yanlış fikirləri müəyyən edin. IP ünvanı kodlaşdırmaq üçün 64 bit lazımdır. Xeyr, 32 bit lazımdır. Bir yanlışdır. URL ünvan internet resurslarının rəsmi yerini müəyyən edir. Bəli, bu düzgün fikirdir. IP ünvana misal olaraq 74.1.100.375-i göstərmək olar. 375 ola bilməz. 3 yanlışdır. D-yi Kanadanın domen ünvanıdır. Kanadanın domen ünvanı SEA-dır. 4 yanlışdır. Protokol kompüterlər arasında informasiya mübadiləsini nizamlayan qayda və standartlar topuzudur. Bəli, düzgün fikirli. Hosting saytların internetdə yerləşdirilməsi xidmətidir. Bu da düzgün fikirdir. 134 yanlışdır. Variantda cavab E olur. 10. Doğru mülahizələri müəyyən edin. Elektron post ünvanında istənilən simvoldan istifadə etmək olmaz. Bir yanlışdır. Router aktiv şəbəkə avadanlığıdır. Bəli, routerdur, bridgedir, sonra hubdır. Bunlar hamısı aktiv şəbəkə avadanlığında nümunədir. 2 düzdür. Simsiz bağlantı zamanı yalnız radio siqnallardan, xeyr, page rabitəsindən, mikrodalğalardan da biz istifadə edirik. Bu yanlışdır. IP ünvanlar 32 bitlik unikal ikilik kodlarından istifadə olunur. Bəli, HTTP internet xidmətidir, xeyr, protokoldur. Deməli, bizdən doğrunu soruşur, 2-4 olacaqdır. Cavabımızda baxsaq, E variantı. 11. Cədvəldə axtarış sisteminə verilmiş sorğular və müvafiq axtarış nəticəsində internetdə tapılmış səhifələrin sayı verilmişdir. Sorğularda və ya məntiqi əməlləri işarə etmək üçün OR və ya ümumiyyətlə birləşmə deməkdir. Yəni daha çox səhifəni özündə saxlayır və isə kəsişmə deməkdir. Yəni Venn diaqramından biz bunu bilirik. Bu tip misalları iki cür həll etmək olur. Bir var düsturla, bir də Venn diaqramı ilə. Təbii ki, mən düsturun tərəfdarı deyiləm. Nəyə görə? Venn diaqramı ilə həll edib biz vizual olaraq nəyi tapdığımızı, hansı sahəni tapdığımızı daha rahat görə bilirik. Burada məndə iki dənə sorğum var. Biri qaval sorğusudur. Qaval. O biri isə qoşanağaradır. Deməli, nə verilibdir? Birinci bu tiplərdə ənd hissəni yazmaq lazımdır. Qaval ənd qoşanağara. Deməli, bunların əndi 3-dür. Kəsişməsi 3-dür. Yazdıq. Qoşanağara 93-dürsə, əgər bunların kəsişməsi 3-dürsə, bu hissəyə qalacaq nə? 90. Qavalı bilmirəm. Burada yazdım X. Ümumiyyətlə, bayaq dedim ki, or birləşmədir. Yəni, Venn diaqramının içindəki hər bir şeyin cəmi bunların bizə orun verir. Yəni, x plus 3 plus 90 bərabərdir. Orada neçədir? 265 yazmış olduq. X bərabərdir. 265-dən çıxacam nəyi? 93-ü. Bu da eləyəcək deməli 172. Əla. Nəyə tapdıq? 172-ni. Amma hansı hissədə? Baxın, ştrixlədiyim sahədə tapmışam. Yəni, 172 mənə bura aiddir. Amma məndən qaval soruşurdu. Və 3-də var axı burada. Yəni, ümumi olaraq 175 olur D variantı. Amma məndən soruşsa qaval and not deməli qoşanağara, o zaman cavabım 172 olar. Belə. Cavabımız D variantı. Keçək 12-ci sual tipinə. Yenə də eynidir. Sadəcə burada 3 dənə sorğu görürəm. Yəni buna artıq 3 dənə biz Venn diaqramından, üçlü Venn diaqramı deyək də, onu çəkəcəyik.
Bu olsun aşıq musiqisi. Sonra nədir? Opera. Bu da muğam. Üçünün kəsişməsi 25-dir. Tez əndləri yazdım. Sonra nə verib? Deyir, aşıq musiqisi and opera. Yəni, aşıq musiqisi ilə operanın əndi 258-dir. Biz 258-dən çıxacağıq 25-in, yazacağıq 233. Sonra nə veribdir? Deyir, aşıq musiqisi ənd. Yəni, birinci mötərizənin tapmalıyam üçün, sonra onun əndini tapmalıyam. Opera or muğam. Yəni, opera or muğam. Baxın, baxın, bu hissə, yəni ikisinin ümumi birləşməsi ilə aşıq musiqisinin kəsişməsi. Baxın, bu hissəni veribdir mənə 338 buranı. Başlayıram hansı hissəni veribdir. Bu hissə 338-dir. Buranı bilmirəm. Buranı bir də yazıram x. Yəni x plus 25 plus 233 nəyə bərabərdir? 338-ə. X-i buradan tapsam, 338-dən çıxacam nəyi? 258-i. Bu da mənə verir nəyi? 80-i. Əla. Nəyə tapdıq? Bu hissəni. Amma məndən buranı soruşur axı. Deyir ki, sən aşıq musiqisi and muğamı tapmalısan. 80-in üzərində gələcəm nəyi? 25-i olacaq cavabımız 105. Variantlarda cavab D variantı. 13. Axtarış sisteminə tətbiq edilən sorğuların kodlarını onların nəticələrinin artma ardıcıllığına görə müəyyən edin. Artma ardıcılığı deyəndə deməli azdan çoxa düzməliyik və oru çox olan ən böyükdür. Əndi çox olan isə ən kiçikdir. Baxsam burada, baxın, 2 dənə ənd var. Deməli, C ən kiçikdir, sonra B, sonra D, sonra A. Deməli, C, B, D, A. Cavabımız C variantı olur. Burada isə deyəsən, əksin soruşur. Aha, azalmanı soruşur. Azalanda isə təbii ki, oru çox olan böyükdür. İndi baxıram, oru ən çox olan hansıdır? Baxın, 3 dənə or var burada. Deməli, A-dır. Sonra nə gələcək? B gələcək. Sonra D, sonra isə C. A, B, D, C. Cavabımız B variantı. 15. İkilik say sistemində belə bir IP ünvan verilibdir. Biz onu onluq say sisteminə çevirməliyik də. Normalda bilirik ki, yəni ikilik say sistemindən onluq say sisteminə nömrələmə ilə gəlirik. Amma bu tiplərdə, yəni bu mövzu artıq internetdir də, yəni biz artıq say sistemini keçmişik, onların hamısını bilirik. Sadəcə bizdə soruşulan məqam bilsin nədir burada? Bilirikmi bir hissə nə qədər yer tutur? 8 bit. Ona görə biz bunu 8-8 ayırmalıyıq. Ondan sonrası rahatdır. 1, 2, 3, 4, 5, 6, 7, 8. 1, 2, 3, 4, 5, 6, 7, 8. 1, 2, 3, 4, 5, 6, 7, 8. Əla. İndi görürəm ki, sıfırdan bitib, düzdürmü? Və cüt rəqəmdir və birin yanında baxın 5 dənə sıfır var. Bu deməli birin yanında 5 dənə sıfır 32 deməkdir. Konkret olaraq variantla işləsək, C ilə D-nin çıxdı. Sonra mənə buradan bunlar hamısı 1-dir. Baxın, yəni 8 dənə 1 var. Bu 8 dənə 1-dir. Deməli ikinci, sondan ikinci dedim 255 olmalıdır. Aha. Sonra bunun sonu 1-dir. Deməli bu 129 olacaqdır. E, Amma burada 128 verilibdir. Bu da olmaz. Davamı B variantı. 16-cı sual. Düzgün IP ünvanı bərpa edin. Yenə də eyni tip sualdır. Ona görə də çalışaq
tez bitirmək üçün necə eləyə bilərik biz bunu? Məsələn, A-dan sonra C gələ bilməz. Çünki 213 sonra bu mütləq tamamlanmalıdır. Nöqtə qoyulub nəsə yazılmalıdır ki, bu düzgün olsun. Düzdürmü? Ona görə A, C olan variantları çıxdım. A-dan sonra nə gələ bilməz? B gələ bilər, çünki nöqtə var. İndi hələ ki bunu saxlayıram. AB gələ bilər. Bu sonra birden sonra C gələ bilməz. Çünki 286-dır. Birdən sonra C gələn variant, məsələn, B variantı çıxdı. Düzdür? Sonra D-dən sonra baxıram, nə gələ bilməz. A gəlsə də belə, sonra B gələ bilməz. C variantı da çıxdı. Sonra D, C, baxıram, D, C. Gələ bilərmi? Xeyr. Çünki 255-i aşır. Konkret olaraq cavabımız E variantı olur. 17. IP ünvanının onluq sayı sistemindəki təsviri üçün aşağıdakı qaydalar verilmişdir. IP ünvanının ilk və son ədədi 2-6. Deməli, bu birin yanında 6 dənə sıfırdır, 7 rəqəmli ədəd eləyir. Deməli, mənim birinci və sonuncu rəqəmimdəki birin yanında bir dənə sıfır olmalı ki, 8 bitə tamamlayayım. Düzdürmü? Ona görə konkret olaraq A variantı, B variantı, C variantı düzgün ola bilməz. Bunu tapdıq. İndi e, birin yanında ikinci nüansa baxaq. IP ünvanı ikinci və üçüncü ədədlərə uyğun olaraq, ikinci və üçüncü ədədlərə uyğun olaraq. Deməli, ikinci ədədim ikincisi 7, yəni birin yanında 7-dən 0 olmalıdır. Düzdür? O biri isə, yəni bu 128 olmalıdır, o biri isə 129 olmalıdır. İndi mən baxıram ki, 129 olması üçün sonda 0-1 olmalıdır. İkili say sistemindən biz bunu bilirik. Ona görə də E variantında baxın 2 ilə 1 yazılıbdır. Doğru variantımız D variantı olur. Eyni zamanda 2-nin üstü 7, birin yanında 7-nin 0 olmalıdır. Bu düzgündür. Amma burada baxın bu qaydanı pozdu. Cavabımız D variantı. 18. IP ünvanının onluq say sistemli yazılışını biz ikili say sistemində ifadə eləməliyik. Yenə də biz bu qaydaları say sistemindən bilirik. Burada tez tapmalıyıq. 32 birin yanında 5 dənə 0 deməkdir. Yəni, mən nə cür tapacam? Önünə bu, belə deyək də, birin yanında 5 dənə 0, o demək ki, 6 rəqəmli ədəddir. Mən bunu 8 bitə tamamlamalıyım. Baxın. Konkret olaraq cavabım çıxdı M variantı. İlkdən mən bildim də, say sistemini tətbiq elədim. Digərdə 255 ilə bitir. Bunlar da ola bilməz. Sonra 127, 127-ni tapmağı yollarını bilirik. Biz, yəni ki, 127, 7 dənə 1 deməkdir. Düzdürmü? Amma baxın, A variantında ziddiyyət var. Yəni, bu cür rahat tapmaq olur. Eyni zamanda ikinci 128, birin yanında 7 0 deməkdir. Amma D variantında yəni səhvlik var, səhvlik var, səhvlik var, səhvlik var. Rahat yolları, qısa yolları bilib tətbiq etmək lazımdır. 19. Fayl şəbəkə ilə ötürülməzdən əvvəl istifaçı tərəfindən arxivləşdirilir ki, daha tez göndərilə bilsin. Arxivləşdirilən zaman faylın həcmi 35% azalır. Əgər informasiyanın şəbəkə ilə ötürülmə sürəti 13,2-nin üstü 23 bit bölü saniyə olarsa, ilkin həcmi 12.000 megabayt olan faylı arxivləşdirdikdən sonra ötürmək üçün ən azı neçə dəqiqə tələb olunur. Deməli, bu məsələdə hissə-hissə tapılacaq nüanslar var. Gəlin addım-addım həll edək məsələni. İlk öncə baxacağımız məqam bu arxivləşdirilən hissəsidir. Arxivləşdirilən zaman faylın həcmi 35% azalır. Yəni, sənin ilkin həcmin 100%li bir məlumatın həcmi 12.000 megabaytdır. 35% arxivləşdirirsə, yerdə qalır 65%-in. Bu isə x-dir. X-i buradan tapsaq, 65 bölür. İndi bu böyük rəqəmdir, düzdürmü? Mən bunu
Bu cür saxlayıram. Bu arxivləşdirəndən sonra olan həcmimdir. Sonra qayıdır deyir ki, əgər informasiyanın şəbəkə ilə ötürülmə sürəti, deməli, Q bərabərdir VT düsturundan biz bilirik ki, Q burada nəyi bildirir? Həcmdir, həcm, V sürətdir, sürət, T isə zamandır, zaman. Bu düsturu bilməliyik. Və çox önəmli bir nüans var ki, düzdür, məsələn, fizikada S bərabərdir VT var da, burada orada gedilən yolda, amma biz burada informatikada biz bunu Q və yaxud S də yaza bilərik, problem yoxdur. Sadəcə olaraq o fərqi demək istədim. Burada həcmi bildirir. İndi mən buradan bu düstura əsasən həcmim bəllidir, sürətim də. Mənə qayıdır deyir ki, sən get orada zamanı tap, amma dəqiqliylə. Tapaq. T bərabərdir. Həcmin 120-ni vuraq 65-ə, megabaytla da çevirirəm bitə. Çünki burada bit belə saniyədir. 2-nin üstü 23. Bölürəm 13, vuraq 2-nin üstü 23-ə. Düzdürmü? İxtisar gedir. 65-i də 13-ə böləndə qalır 5. Yəni 120 vuraq 5. Və bu mənim saniyəmdir. Mənə deyir, sən dəqiqi ilə tap. Bu 120 vuraq 5 ilə bölürəm 60-a. Çünki saniyə ilə daxil olur 10 dəqiqə. Cavabımız 10 dəqiqə. Variantlar D düzdür. 20. Cədvəldə axtarış sistemində verilmiş sorğular və axtarış nəticəsində internetdə tapılmış səhifələrin sayı verilmişdir. Futbol and voleybol sorğusu üzrə tapılan səhifələrin sayını müəyyən edin. Yenə də Venn diaqramı ilə həll edək. Bu olsun futbol, bu da olsun voleybol. Biz nəyə tapmalıyıq? Əndi tapmalıyıq. X-i. Futbol 2500'dür. Yəni 2500 ise mən nə edəcəm? 2500'dən çıxacam X-i. Voleybol nə qədərdir? 1900'ü 1900'dən çıxacam X-i. İndi x-lərin cəmi mənə or verir. Mən də o əndi tapmalıyam. Yəni əndi tapmaq, yəni x-i tapmaq deməkdir. Ümumi bunların x-lərinin cəmi mənə verməlidir 3600. Yəni 2500 minus x plus x plus 1900 minus x bərabərdir 3600. Belə. Bu x-lər x-lər gedir. Burada qalır mənfi x bərabərdir. Deməli, bu da 4000, keçən 4400, 4400 bu tərəfə keçir mənfi olacaqdır 800. X da buradan bərabərdir 800 olur. Cavabımız 800. B variantı. 21. İkili say sistemində belə bir ünvan verilib. Biz də bunu yenidən onluq say sisteminə çevirməliyik. Baxaq. Deməli, sonu sıfırla bitirsə bu cüt ədəddir. B ola bilməz, C ola bilməz. Sonra bu ədəd mənə 8 dənə 1, 255-i verir. İkinci, yəni sondan ikinci ədədim 255 olmalıdır. D ola bilməz. Sonra ikinci ədədim 1-in yanında 7, 0, 128-i verməlidir. Amma A variantında problem var. Deməli, doğru cavabımız E olur. Yəni daha bunu bir-bir nömrələyib yəni keçirmək artıq o say sistemində qalan bir haldır. Biz bunu artıq sürətli görməliyik. 22. IP ünvanının onluq say sistemində yazılışı verilib, yenidən biz onu ikiliyə çevirməliyik. Bu tipləri necə edərik? 254 deməli sonu sıfırla bitməlidir, cütdür. D ola bilməz. Sonra 128, 1-in yanında 7 sıfır olmalıdır. İkinci. B ola bilməz, C də ola bilməz. Avtomatik olaraq nə A-dır, nə E-dir. 255 8 dənə 1 deməkdir. Cavabımız 22-də A olur. Çünki burada baxın düzgün deyil. 23. Deməli
2'nin üstü 12 bit bölü saniyə sürəti ilə işləyən modem müəyyən məlumatı ötürmək üçün 5 saniyə sərf etmişdir. Həmin informasiyanın 16 simvolu əlifbada kodlaşdırıla bilərək məlumatın neçə simvoldan ibarət olduğunu müəyyən edin. Bayaqki düstur, yəni şu bərabərdə VT düsturundan mən həcmi tapacağam. O düstur mənə həcm verir və o həcmdən isə 16 simvolu əlifbada verilibdir və simvol sayını rahat tapa bilərəm. Yəni birbaşa yaza bilərəmmi ki, 2-nin üstü 12 vuraq 5 bölək neçə? 2-nin kvadratı. Çünki 16 simvolu əlifbada bir simvolum 4 bitdir. 2-nin kvadratı oradan yazdıq. Bunu da ixtisar aparsaq 5 vuraq 2-nin üstü 10 olur. Cavabımızda isə C variantı. Sadə bir sual nümunəsidir. 24. Modemin ötürmə sürəti 7680 bit saniyədir. Unicode'da kodlaşdırılıb. 400 simvol var. Sürət 1.5 dəqiqədir. Səhifə sayın. Eyni tip. Həcmi tapıb oradan Unicode'a bölüb, sonra səhifə sayına bölüb biz hər səhifədəki üzr istəyirəm simvol sayına bölüb səhifə sayını tapa bilərik. Yəni ümumi olaraq necə yazaq? Birbaşa 7680 vuraq 1.5 vuraq 60. Çünki saniyə çevirməliyəm. Vahid əsasən. Böləcəm nəyə? Bitdi bu. Aydın məsələdir ki, həcm olaraq böləcəm 16 vuraq. Unicode'u 16 biti ona görə yazdım ki, yuxarı bit idi, aşağında Unicode'u bitə çevirdim. 400'də. İndi biz buradan kalkulyatordan istifadə edək. Ədədlər görürəm birbaşa ixtisara getmir. 7680 vuraq 1.5 vuraq 60. Bölək 16 bunu da bölək 400'ə. Cevabımız 108. D variantı. Deməli, Turuk alə sistemində kodlaşdırılmış raster qrafik təsviri 800 vuraq 600 piksel ölçüsünə malikdir. Bu təsvirin sürəti 32.000 bit bölək olarsa nə qədər vaxt ötürmək olar? Deməli, yenə də eyni bir tip sualdır. Nə edəcəyik? Hardan yazaq? Buradan yaza bilərik. 24 vuraq 800 vuraq 600 bölək 32.000. İxtisar getsə, bununla da bu ixtisar getsə, deməli, 32 ilə 8 ixtisar getsə, burada qalar 10 birbaşa, düzdürmü? Burada qalar 4, burada qalar 6. Yəni 600 ümumi, daha doğrusu 60, 60'ın da 6 vuranda 360 saniyə. 600 yox, 360 saniyə. İndi baxaq, bizdə 360 saniyə də 6 dəqiqə edir. Cavab C variantı. 26. Cədvəldə sorğular verilibdir. Yenə də biz görək nəyə tapmalıyıq. Azərbaycan Ant Respublika sorğusunu tapmalıyıq. Baxıram ki, hamısı kəsişəndir. Üçlü diaqramımızı çəkək. Əndi birinci yazmalıyıq. Hər üçün əndi 5'dir. Sonra nəyin əndi? Bakı. Bakı ümumiyyətlə, gəlin belə yazaq da. Bura olsun Azərbaycan, bura olsun Bakı, burada olsun Respublika. İndi hər üçün əndin yazdım. Bakı Ənd Respublika. Bakı Ənd Respublika neçədir? 30'dur. Deməli, bura olur 25. Sonra Azərbaycan Or Bakı. Azərbaycan Or Bakı, baxın bu hissə, yəni baxın bu hissə ümumi, bu hissə mənə 110'dur. Yəni bura 110'dur. Ümumi bu hissə. Ümumi bu hissə 110'dursa, ümuminin ümumiyyətlə belə deyək də, mən tapıram ki, AB, yəni ki, Azərbaycanla Bakının oru deyək ki, 110'dur. Amma 3'ün oru necədir? 165'dir. Deməli,
165-dən 110-u çıxıram, qalır 55. Respublika hissəsini bu hissəsinə 55 düşür. İndi mənə respublika neçədir? Respublika 100-dür. Ümumi 100 dənə orada sorğu var. Mən tapa bilərəmmi buranı? X-i tapa bilərəm də rahat, düzdürmü? 55-in üstünə 5 gələcəm 60, 65, 60-ın üstünə də 25 gələcəm, o da 85. Demək bura nədir? Bax, bu X isə 15-dir. Məndən nəyə soruşur? Azərbaycan Ənd Respublikanı, yəni bu hissəni soruşur. 15-in üstünə 5 gələcəm, olacaq 20. Cavabımız E variantı. 27. Məlumdur ki, cəmi 240 megabayt məlumat ötürülübdür. Nəzərə alsaq ki, vaxtın ilk 1/3 hissəsini ötürülmə sürəti 3,2/21 bit bölü saniyə, qalan vaxtı isə 9,2/20 bit bölü saniyə olarsa, verilənlərin ümumi ötürülmə vaxtını dəqiqə ilə müəyyən edin. Aha, burada bir şey deyim. Vaxtın ümumiyyətlə ilk 1/3 hissəsi ötürülübsə, indi sürəti qoyaq bir kənara. Yerdə qalan hissə nə qədər olur? 1/3 hissəsi birinci hissədirsə, tutaq ki, ikinci hissəmdə nə olur? 3/2 olur. Düzdürmü? Bu birinci məqam. Amma ikinci məqamda böyük rəqəmlərlə işləməyək. Gəlin biz bu vahidə baxaraq mən bu bit bölü saniyəni megabitə çevirəcəm. Çünki 240 megabaytı megabitə rahat çevirə bilərəm. İndi zamanı tapmaq istəyirəm də T vuraq. 3/1 vuraq. 3 vuraq 2-nin üstü 21 bitim mənə eləyəcək 3 vuraq 2 megabit. Birbaşa çevirdim megabitə. Püyüz 3/2 vuraq 9 megabit. Çünki sadələşdirim. Bitdən gəldim megabitə. Bu hissələrdən. Baxın buradan. Nəyə bərabərdir? 240 megabayt da vururam 8-ə olsun bu da megabit. İxtisarlarımı aparsam olur T vuraq 6 nə idi? 2 3 kere için 6 böləndə olur 2 megabayt. Birbaşa yazdım. 2 megabit. Belə deyək də bunun saniyələrdə var. Saniyələrdə. Bunu da yazaq. Period. Bununla da bunu desək olacaq. Burada nəyəcə 6 megabit bölə saniyə. Onu da yazdıq. Bərabərdir. Onsa bu T də bir zamandır da, düzdürmü? T də bir zamandır. Onsa bu zaman tapmaq istəyirəm mən. Ümumi nə edəcəkdir? Bura mənə 8-i verəcəkdir toplayanda. Düzdür? 240 vuraq 8 megabit. Bu megabitlə ixtisar gedirmi burada? Yerdə mənə nə qalır? Saniyə qalır. 8 ilə də bu 8 ixtisar gedir. T bərabərdir 240 saniyə. Məndən amma dəqiqə ilə soruşmuşdu. 240 saniyəm də 4 dəqiqə edir. Cavabımız D variantı. Bura vahidləri özüm açıq yazdım. Yəni ki, ona görə çünki ixtisar, megabitlər ixtisar edir. Yerdə qalır bizim saniyəmiz. Cavabımız D variantı. 28. 2'nin üstü 23 megabit bölü saniye sürətilə internetdən 4096 bura 4096 pikseldən ibarət qrafik təsvir 32 saniyə yüklənmişdir. Qrafik təsvirin rəng palitrasındakı rəng çalarlarını müəyyən etməliyik. Deməli, biz buradan ilk öncə həcmi tapmalıyıq. O həcmdən isə biz tapmalıyıq rəng dərinliyi. Rəng dərinliyini tapandan sonra isə salar tapılır. Gəlin addım-addım məsələni həll edək. Deməli, 2-nin üstü 23 vuraq 2-nin üstü 5. Bu mənim ümumi həcmim oldu. Bayaq bu haqda danışdım. Ümumi həcmi də nə edəcəm?
2-nin üstü 12 vuraq 2-nin üstü 12-yə. E, Bu deyir nə? 2-nin üstü 4. İxtisar aparanda. Bu mənim RDM-dir. Yəni, rəng dərinliyim. Rəng dərinliyim 16-dırsa, rəng salarım 2-nin üstü 16 olur. Cavabımız B variantı. 29. Görək nə istəyir. 66 səhifədən ibarət olan mətn sənədinin ilk 2 səhifəsində 256 vuraq 512 pikseldən ibarət 64 rəng çalarlı palitra ilə rənglənmiş qrafik təsvir, digər səhifələrinin hər birində orta hesabla 16 sətr və hər sətirdə Unicode ilə kodlaşdırılmış 16 simvol var. Bu informasiyanı 75% arxivləşdirdikdən sonra sürəti 216 bit bölək saniyə şəbəkə ilə ən az neçə saniyə ötürmək olar? Məşhur sual tiplərindəndir. Qəbulun tipik sual nümunələrindəndir. Məsələni addım-addım həll edək. Deməli, bizim 66 səhifəmiz var. Bu səhifənin ilk 2 səhifəsi qrafik təsvirdir. Yəni, 2 vuraq 2-nin üstü 8 vuraq 2-nin üstü 9 vuraq 6 bit. Buna çevirim kilobayta. 2-nin üstü 13-ə. Deməli, bu da ixtisar aparsaq, deməli 32 vuraq 6 192 kilobayt. Bu 192 kilobayt mənim oldu qrafik təsvirim. İndi gedək mətni tapaq. 66 səhifənin ikisi qrafik təsvirdirsə, 64-ü mətn informasiyasıdır. Yəni 2-nin üstü 6 vuraq. Nə verilibdir? 16 sətrim var. 2-nin üstü 4 Unicode-dadır və 16 simvolum var. Əla. Belə 2-nin üstü 10. Bu da mənə verir 32 kilobayt. Mətnim oldu 32 kilobayt. Sonra qayıdır deyir ki, mənə bu informasiyanı, yəni ümumi cəmləməliyik. Yəni ümumi 192-nin üzərinə 32 gəlməliyəm. Bu da eləyir 224 kilobayt. 224 kilobayt mənim ümumi həcmimdir. 75% arxivləşdirdikdən, yəni ümumi 100%-im necə tapdıq? 224 kilobayt. 75% arxivləşdirmişəmsə, yerdə nə qədər qalacaq? 25%-im. 25% də x-də. X də bərabərdir. 224 vuraq 25 bölək 100. Burada qalır 4-ü. Deməli, bu eləyir 5, 56 kilobayt. 56 kilobayt mənim arxivləşdirəndən sonra qalan həcmimdir. Sonra deyir ki, həmin o informasiyanı 2-16 bit saniyədən ötürməliyik. Deməli, 56 vuraq 2-nin üstü 13-ü bölməliyəm 2-nin üstü 16-ya. İxtisar getsək, burada qalar 8, 56-nı da 8-ə böləndə olur 7 saniyə. Məsələ bu cür həll olunur. Addım-addım hər bir şey icra etdik. Sonda bizdən saniyəni soruşurdu, tapdıq. Yenə deyirəm, bu qəbulun tipik sual nümunələrindəndir və demək olar ki, hər il belə tip qarşımıza çıxır. Cavabımız C variantı. 30. Ötürülmə sürəti 2-nin üstü 32 bit bölək saniyə olan şəbəkə ilə həcmi 16 GB olan faylı ən az neçə saniyə ötürmək olar? Rahat. 2-nin üstü 4 vuraq 2-nin üstü 33 bölək 2-nin üstü 32. Bu da eləyir ilə 32. Cavabımız 32. Otuz bir. Deməli, Google, bunu burada yazacağım. Deməli, baxın, Google hissəsi 1500-dür. Google and Yahoo kəsişməsi
belə deyək də 1200-dür, düzdürmü? Bizdə bunların içlərinin cəmini soruşur da. Ümumi olaraq, əgər bunların içlərinin cəmini soruşursa, mən bu hissəmə, yəni Google hissəmə təkcə nə qalır? 300. Hardan aldım o 300-ü? 1500-dən çıxdım 1200-ü, əndi 1200-dür. Qaldı 300-ü. Yahoo hissəsi isə 2700-dür. Yəni bunların içlərinin cəmləyəndə elə mənə 2700-ü verəcəkdir. Bu da olacaq deyək 2700. Əgər lakonik olaraq bu tipi eləmək istəyirsə, cavabımız 3070 olur. Təbii ki, Venn diaqramı ilə də çəkib göstərsək vizual olaraq mənim əndim 1200-dürsə, 1200-dürsə, bax bura 300 qalır. Düzdürmü? İndi e, Yahoo hissəsi 2700-dürsə, burada 1500 qalır da. Düzdür? Bunlara cəmi mənə 3000-i vermiş olur. Bunu yəni rahat bu cürdə görmək olur. Venn diaqramını daha çəkmədim. 32. Deməli, 15 meqabayt həcmə malik olan informasiyanı biz ilk öncə 384 bit döyə sayından ötürməliyik. Həmin zamanı tapmalıyıq. Sonra həcmi tapmalıyıq yenidən. İki mərhələli bir həll olacaq. 15 meqabaytı çevirək bitə. Buradan zamanı tapacağım. 384'də 3 vuraq 128 kimi yazmalı oldu. 2'nin üstü 7'dir. İxtisar gedir. Burada qalır 5. Burada qalır 5 vuraq 2'nin üstü 16. Bu mənim oldu saniyə. Həmin saniyəni aparıb, yəni 2 bərabər deyil. VT düsturundan mənim sürətim nə qədərdir? 128. 2'nin üstü 7. Vuraq 5. Vuraq 2'nin üstü 16. Düzdürmü? Məndən nəydən soruşur həcmi? Megabaytın. 2'nin üstü 23'e böləcəm. Bu da olacaq 5 megabayt. Cavabımız 5. 33. Yenə də eyni tip misaldır. Sadəcə olaraq burada həcmi tapmalıyıq. Tapsaq həcmi 2'nin üstü 10 vuraq 2'nin üstü 11 vuraq 2'nin üstü 4. Bu mənim həcmimdir. Həmin həcmində böləcəm belə deyək də sürətə saniyəni tapacam. Böləcəm 2'nin üstü nəyə? 21'ə. İxtisar gedir, qalır 2'nin üstü 4. 16. Cavabımız 16. Çox rahat bir sual idi. 34. Şəbəkə ilə ötürülməzdən əvvəl informasiya elə kodlaşdırılır ki, onun həcmi 2 dəfə artır. Əgər şəbəkənin ötürülmə sürəti 12 və 2'nin üstü 10 bit olarsa, ilkin həcm 3 kilobayt olan informasiyanı biz neçə saniyəyə ötürərik? Əgər mənim ilkin həcmim 3 kilobaytdırsa və bu kodlaşdırılanda həcm 2 dəfə artırsa, deməli həcm olur 6 kilobayt. 6 vuraq 2'nin üstü 13'ü böləcəm. 12 vuraq 2'nin üstü 10'a. İxtisar aparacam. Bu da olacaq cavabımız 4. Vəssalam. Rahat sual. 35. Aha, burada bir faiz məsələsi gördüm. Gəlin bu məsələni addım-addım həll edək. Deməli, rabitə kanalı ilə 360 megabayt məlumat ötürülmüşdür. Məlumatın 40%-nin. Baxın, burada məlumatının 40%-i o deməkdir ki, yəni arxiv söhbət deyil ha bu. Sadəcə olaraq həmin 360-ın 40%-ni tapmalıyam. Qalan hissəsi. Yəni bunlar fərqli-fərqli sürətlərlə ötürülübdür. İndi gəlin, əgər mənim məlumatım 360-dırsa, yəni 100%li bir məlumatım 360 megabaytdır. 40%li məlumatım nə qədər olacaqdır? X bərabərdir. Deməli, 36 vuraq 36-dan 360 vuraq 40. İxtisar gedir, yəni 36 vuraq 4, 4 kere 6'nın 24, 144 megabayt edir.
Düzdürmü? 140. Bu mənim 40 faizim oldu. İndi bu məlumat 9 vuraq 2-nin üstü 22 bit saniyə ilə ötürülür. Nə edəcəm? Zamanı tapacağım. 144 vuraq 2-nin üstü 23'ü böləcəm 9 vuraq 2-nin üstü 22'yə. İxtisar gedəcək. Deməli 144 9'a böləndə 14'də bir dəfə e, deməli 54'də də 6 dəfə onu da vuracam 2'yə eləyəcək 32 saniyə. Bu mənim oldu 32 saniyə. Yerdə nə qədər qaldı? Yəni ümumi 360 deyildi məlumatım. Onun 144'ünü çıxıram. Yerdəki qalan məlumatı tapam. 6 1 216 megabayt isə yerdə qalan məlumatımdır. Bu yerdə qalan məlumatımda da olan zamanı tapaq. Yəni 216 vuraq 2-nin üstü 23 bölək 2-nin üstü 24. İxtisar gedir. Burada qalır nə? 108 saniyə. Sonra qayda edir ki, ümumi ötürülmə müddəti, yəni ümumi neçə saniyə ötürüldü. 108-in üstünə də 32 gələcəm, olacaq 140 saniyə. Belə. Sonra 36 ötürülmə sürəti verilibdir, həcm verilib, zamanı tapmalıyıq. 900 vuraq 2-nin üstü 23. Məndən dəqiqindən soruşur. Baxın, 3 vuraq 2-nin üstü 22 eyni zamanda 60'a da vuracam. Bilirsiniz niyə? Çünki bilirik ki, biz saniyə ilə tapırıq burada. Çünki saniyədir. Mən neyniyəcəm? Dəqiqədən də e, keçmək istəyirəm. Saniyəni böləcəm nəyə? 60'a ki, dəqiqəni tapam. Rahat olsun deyə. İxtisarlarımızı aparsaq, burada qalacaq 2. Deməli, ixtisar aparacaq. Burada qalacaq. Olur neçə? 10. Bəli, cavabımız olur 10 dəqiqə. 60'ı dəqiqəyə görə yazdım. Sürəti 2-nin üstü 22 bit belə saniyə olan şəbəkədən arxivləşdirilərkən 20% sıxlaşdırılan. Yenə də arxiv bir məsələsidir. Yəni ümumi olaraq mənim 100%-im nə qədərdir? 40 megabaytdır. 20% sıxlaşdırmaq, yəni yerdə 80%-nin qalmalıdır. X də bərabər təbii ki, buradan bilirik ki, 32 megabaytdır. İndi 32 megabaytda mən böləcəm nəyə? Gəlin buradan yazaq. 32 vuraq 2-nin üstü 23 bölək 2-nin üstü 22. Bu da mənə 64 saniyəni verir. Cavabımız 64. Deməli, buradakı məsələ 2 həll tələb edir. Kilobayt çox olan. Deməli, biz həcmləri tapmalıyıq. O fərqi yazmalıyıq. Gəlin yazaq. Deməli, 60 kilobayt həcmə malik olan faylı şəbəkədə 3072 bit və saniyə sürəti ilə ötürülür. Q bərabərdir VT düsturundan istifadə edəcəm. Yəni, sürət verilib zamanı tapmalıyıq. T bərabərdir. 60 vuraq 2-nin üstü 23 bölək 3 vuraq bunu da yazıram. 23 nə idi? 13 kilobaytdır. 3 vuraq 2-nin üstü 10. İxtisar aparsa burada olacaq 20. e, Bu olacaq 160 saniyə. Tapdım 160 saniyə. Sonra qayıcı həmin müddət ərzində, yəni sən 160 saniyəndə vurmalısan 5120-də 2-nin üstü 9 vuraq 10 kimi yazacam. Böləcəm 2-nin üstü 13-ə. Deməli, burada ixtisar aparacaq, qalacaq 16. Bu deyəcək 100 kilobayt.
Deyir, bu failin həcmindən neçə kilobayt çox olan fail ötürmək olar? Mənim əvvəlki failimin həcmi 60 idi, indi isə 100 oldu. Yəni 100-dən çıxıram nəyi? 60-ı olur 40 kilobayt. Cavabımız 40 kilobayt. 40. 39. Deyir, avtomatik qurğu 256 hərfdən ibarət ingilis əlifbasının böyük və kiçik hərflərindən. Aha, yəni mənim ümumi iki bunu versiyada kodlaşdırmalıyam. Həm böyük, həm də kiçik. Deməli, burada 52 dənə mənim simvolum olacaqdır. Yəni 52 hərfim olacaqdır. Sonra qayıdacağıq 16-lıq say sisteminin simvollarına. 16-lıq say sisteminin simvollarında A, B, S, D, Y, F var deyə artıq mən ingilis əlifbasının içində onu saymışam deyə bu 6 dənə simvolu orada nəzərdə tutmayacağam. Ümumi ancaq 0-dan 9-a qədər olan simvolları nəzərdə saxlamalıyam. Ümumi 26 plus 26, yəni 52 üstə gələk 10, 10 hardan oldu? 0-dan 9-a kimi bilirik ki, 0-dan 9-a kimi 10 dənə simvol olacaqdır. Biz bunu kodlaşdırmaq üçün bizə minimum neçə bit lazımdır? 6 bit lazımdır. Düzdürmü? Bunu tapdıq. Sonra deyək ki, bu əlifbanın köməyi ilə 128 səhifə və hər səhifədə 256 simvol var. Yəni 6 vuraq. 128-də 2 üstü 7 vuraq 2 üstü 8. Bu mənim ümumi həcmim olacaqdır. Saniyəni soruşmur. Həcmi böləcəm nəyə? Sürətə. Yəni ümumi birbaşa 2 üstü 12-yə bölürəm. Düzdürmü? Bu da neçə eləyir? 8 qalır. 6, 48. Ümumi 48 saniyə. 40 sorğudur. Həll edək. 3 dənədir. 3 də kəsişir. Deməli, e, nələr var, nələr? Riyaziyyatımız var. Bu riyaziyyatdır. Bu informatikadır. Bu olsun fizika. Riyaziyyat 700-dür. İnformatika 400-dür. Fizika isə 290-dır. Bunu yazdıq. Sonra nə verilibdir? Əndi birincidə yazaq. Riyaziyyat and informatika. Yəni riyaziyyatla informatikanın kəsişməsi bu qədər sahə, bu ştrixlənmiş sahə. Baxın bura. Mənə verməlidir 250-ni. Ümumi 250-ni buraya yazdım. Sonra nəyə verib? İnformatika or fizika. İnformatika or fizika hamısı eləyibdir 690. Bu hissə, yəni baxın bu hissə mənə 690-ı veribdir. Ümumi isə üçünün birləşməsi 1050-dir. Yəni mən 1050-dən 690-ı tapıb çıxıb. O fərqi isə baxın buranı tapacağım bu boş sahənin. Yəni ümumi olaraq 1050-dən çıxacağım 690-ı. Deməli burada olacaqdır 360. 360 360. Mənə bu sahəni verdi. Bu ştrixlənməyən sahəni. Riyaziyyat 700-dür. Mənim bu hissəmi soruşmur. Bunların hamısının cəmi mənə 700 verməlidir. Yəni buranı x yazsam. X plus neçə yer bu? 610 bərabərdir 700-ə. Düzdürmü? X də bərabərdir 90. Onsuz da mənə bu hissəni soruşurdu. Yəni riyaziyyatla fizikanın. Mən də buranı ümumi 90 almış oluram. Cavabımız 90. Çünki 700-ü mən mütləq və mütləq tamamlamalıyam. 90. Sonra 41. Diaqramımızı çəkək. Nə verilibdir?
Üçünün kəsişməsi 50-dir. Tez yazdıq. Mingəçevir budur. Şirvan bu olsun. Lənkəran da bura. İndi mənə deyir ki, Mingəçevir ən Şirvan. Mingəçevirlə ən Şirvanın 300-dürsə, bura olur 250. Nəyə tapmalıyıq? Mingəçevir ən Şirvanla, Mingəçevir ən, yəni bununla. Bir də Mingəçevir ən Lənkəranın, buranın orun tapmalıyıq. Ümumi olaraq bax, ştrixlədiyimiz sahəni tapmalıyıq. Tapmalıyıq. İndi biz bunu nə cür tapacağıq? Daha doğrusu tapmalı deyilik. Daha doğrusu o hissə verilib 700 üzr istəyirəm. Bu hissə verilib. Yəni mən buranı tapmalıyam ki, axırda Mingəçevir ən Lənkəran soruşur. Mən buranı tapmalıyam. Buranı tapmalıyam. Baxın buranı. Bu hissəni tapmalıyam. İndi amma hər bir şey demək olar ki, verilibdir. X plus 50 plus 250 mənə nəyi veribdir? 700-ü veribdir. Düzdür? Mənim də x-im nəyə bərabər oldu? Buradan 400-ü. Mən x-i tapdım ki, bu hissə 400-dür. Amma məndən Mingəçevir ən Lənkəranı soruşur, ümumi buranı soruşur. 400-ün üzərinə də 50 gələcəm olacaq. 450. 42. Yenə də sorğudur. Bu dəfə üçünün e, kəsişməsini tapmalıyıq. Deməli, gəlin Venn diaqramımızı səliqəli şəkildə çəkək. Tapacağımız hissə üçünün belə deyək də kəsişməsidir. Kür, bu yox, bu samurdur. Bu samurdur, o biri arazdır. Əla. Bunu tapmalıyıq. İndi yəni, sadəcə olaraq biz bildiyimiz hissə nədir? Görək, nələr bəllidir bizə. Kür 170-dir. Samur 80-dir. Araz da verilib 90. Bunları yazdıq. Kür ən samur 30-dur. Deməli, kürlə samurun kəsişməsi bura 30-dursa, 30-dan nəyə çıxacaq? X-ə çıxacaq. Sonra nə verilibdir? Samur ən araz. Samur ən araz 10 verilibsə, ondan çıxacaq X-ə. Araz ən kür. Araz ən kür neçədir? 20-dir. 20-dən çıxacaq X-ə. Bunu yazdıq. İndi hər birinin də oru 285-dir. Bu da aydın məsələdir. Biz bu hissələri tapmalıyıq ki, bunların içlərinin cəmi 285-ə bərabər eləyək. Diqqətli olacağımız məqam bu ifadəni mötərizədə yazmağımızdır. Yəni 170-dən çıxacam nəyi? 30 minus x-i. Çıxacam x-i, çıxacam 20 minus x-i ki, bu sahəni tapım. Ondan sonra nə olacaqdır? 80-dən çıxacam 30 minus x, çıxaq x, çıxaq 10 minus x. Sonra 90-dan çıxacam 20 minus x minus x minus 10 minus x. Bunu tapdıq. Qəşəng. İndi bunların ümumi içlərinin cəmini toplayıb biz bərabər eləməliyik nəyə? 285-ə. İndi bu mötərizələr mütləq nəzərə alınmalı ki, bu mənfi bunun işarəsini dəyişir. Olur, səliqəli şəkildə birbaşa elə buradan açıb yazacağım. 170 minus 30 plus x çıxaq x çıxaq 20 plus x. Yəni deyirəm, bu mənfi bunun işarəsini dəyişir. Plus
30 minus x plus x plus 20 minus x. Buranı yazdıq. İndi keçirik növbətiyə. 80 plus 80 minus 30 plus x, bu 30'dur. Plus x minus x minus 10 plus x. Bunu da yazdıq. Ümidvarım heç bir şey gözümüzdən qaçmadı. Burada deyəsən mən plus minus 20x'i yazdım. E, 30 minus x'i yazdım. Plus x'i yazdım. Plus 20 minus x'i yazdım. Sonra 10 minus x'i yazmamışam. Bunu da yazmalıyıq burada. Deməli, plus e, sonra 10 minus x. 10 minus x. Sonra nə qaldı? Plus 90 minus 20 plus x minus x minus 10 plus x bərabərdir 285'e. 285'e. İndi ixtisarlarımız olacaq təbii ki. Bundan bu gedəcək. Sonra bundan bu gedir ixtisar. Bunlar. Sonra deməli ixtisar gedir. Sonra nə qaldı? Bundan bu ixtisar gedir. Aha, bir dənə x-imiz qaldı. X-i yazırıq. Sonra nələr ixtisar gedir? Diqqətlə baxaq. Bu mənfi 10-dan bu 10 gedəcəkdir. Sonra hesablasaq 170, 170-in üstünə gələcək 80-i olacaq 250, 250-dən çıxacam 30-u, 220, 220'den çıxacam 10'u, 210, bu 300, 300'den çıxıram 20'ni, plus qalır nə 280. Bərabər olur 285'e. X da buran bərabərdir 5'e. Cavabımız 5 olur. Diqqətli olmaq lazımdır orada. Bəzən yəni gözümüzdən qaça bilən nüanslar olur. Cavabımız 5. Sonra 43. Yenə də eyni tipdə, amma sadəcə burada mən bir dənə kəsişmə gördüm ki, orada sıfırdır. Deməli, bu diaqramda hamısı kəsişməyəcək. Yəni, biz bu diaqramda, baxın, üçlü diaqram olacaq, amma qrafla diqrafın kəsişməsi sıfırdır. Ona görə bura qraf yazıram, bura açıq yazaq, qraf, diqraf. Bilsiz niyə diqraf kənarlıdır? Çünki bunların kəsişməsi yoxdur. Deyir, bunların əndi sıfıra bərabərdir. Qraf 90'dır. Ağac neçədir? 83'dür. Diqrafda 62'dir. Yəni bir daha deyirəm, əgər 2 dənə qrafın yazıb qraf and diqraf 0, o deməkdir ki, sən o diaqramların kəsişmir. Onları yəni kəsişən kimi yaza bilməzsən. İndi nələr verilibdir? Ağac and diqraf. Ağacla and diqraf nəyə bərabərdir? Bunların kəsişməsi bərabərdir 15'e. Buraya yazdıq 15. Sonra nə verir? Ağacla and qraf bunların kəsişməsi 20'ye bərabərdir. Əgər bu 90-dırsa, bura qalır nə? 70. Düzdürmü? 20'nin üstünə 15 gələcək, eləcək 35. 80 üstdən də 35'in çıxanda olacaqdı 48. İndi məndən nə soruşubdu hələ? Onu da baxmadıq. İçlərini soruşubdu. Deyir, qraf or ağac, or diqraf.
səhifələrin sayını tapmalıyıq. E, deməli, bura 15-dirsə, 62-dən 15-in çıxıram, olur nə? 47. Orun soruşur. Bu daha rahat. Yəni, cəmləyəcəyik. 90 eləyir. 90 plus. Bu da deməli 110 edir. Düzdürmü? Düz hesabladım. Deyəsən, aha. Cavabımız 270 olur. Belə. Cavab 200. Sadəcə burada sıfıra görən baxın. Yanlışır, çəkirik. Cavabımız 200. Növbəti sual tipi. Görək. Nə soruşur? 44. Deməli, məlum ki, cəmi 240 meqabayt məlumat ötürülür. Nəzərə alsaq ki, vaxtın ilk yarısında ötürülmə sürəti bu qədərdir, qalan vaxtda. Aha, bayaqların bu tipdən danışdıq. Bu daha, o birindən daha rahatdır. Çünki əgər belə deyək də, yarısı ötürülübsə, yarısı 2də 1-dirsə, qalan yarısı da 2də 1-dir. İndi e, cəmi 240 meqabayt ötürülübdür. Vaxtın ilk yarısı. Yəni bizim bir tez zamanımız var. Onun yarısı, yəni 2də 1-i, 2də 1-i. Mən bu 2-nin üstü 21 bit bölə saniyəni megabitə gətirirəm. Vururam 2 megabit saniyə. Plus 3 vuraq 2 olacaqdır. Yəni ümumi 2də 1 vuraq. Yenə də mən bunu megabit bölə saniyəyə gətirirəm. Olacaq necə? 6 megabit bölə saniyə. Düzdürmü? Nəyə bərabərdir? 240-ı da vuracam 8-ə. Çünki megabitə gətirdim. İxtisar aparıram, ixtisar aparıram. Ümumi bizdə T vuraq. Birbaşa yazsaq burada olur. Burada deməli 1 qalır. Burada qalır ixtisar etsək 3, 4. Yəni T vuraq 4 megabit bölək saniyə. O da bərabərdir 240 vuraq 8. O megabitlər ixtisar gedir. Düzdürmü? Tem nə olur? Tem olur 480. İndi 480 saniyəni aldıq biz. Dəqiqi ilə soruşur. Onu da 60-a böləndə olur temiz 8 dəqiqə. Cavabımız 8 dəqiqə. 45. Deməli, baxsaq, yenə də burada diaqram and qraf var. Yəni, orada da bizdə görürük ki, sıfırdır. Deməli, bunlar kəsişməyəcəkdir. Məsələni həll edək. Deməli, səliqəli şəkildə qrafımızı qururuq. Daha doğrusu diaqramımızı, qraf nə idi? Bura olsun qraf. Diaqram da buraya yazıram. Çünki kəsişməli deyirlər. Ortada qaldı sxem. Burada olsun sxem. Qraf 35-dir. Sxem 48-dir. Biz diaqramı tapmalıyıq. Diaqramda bilmirəm nədir. Yəni, bu hissəni tapmalıyıq. Bu da x-dir. Tapmalıyam. Sonra nə verilir? İçlərinin də birləşməsi 83-dür. Qraf and sxem. Qraf and sxem 30-dur. Deməli, bura nə qaldı? 5 qaldı. Sonra nə verilir? Diaqram and sxem. Baxın, diaqramla and sxem 10-dur. Amma mən diaqram hissəsini bilmirəm. Ona görə də ümumi bu hissəni bilmədiyimə görə x-dan nəyə çıxacam? Ona çıxacam. Bir daha deyirəm. Diqqətlə qulaq asaq. Yəni bu hissiyə. Əgər mənim bu hissəm
bəlli deyilsə, mən buranın x yazdım da, çünki nə qədər olduğunu bilmirəm. Sxemlə ilə diaqramın kəsişməsi mənə onu verdi. Ümumi buradan çıxmalıyam. Ona görə. Buna da yazıram x. İndi ümumi buran hissə qaldı və e, artıq bu 48-dən çıxıram nəyi? E, 30-u. Olacaq nə? 18. Mən 18-dən də eyni zamanda çıxmalıyam x minus 10-u. Belə. Bu x-lərinin cəmi mənə verməlidir 83-ü. Yəni ümumi 35 plus 18, hardan aldım 35-i birbaşa topladım. Plus 18 çıxaq x plus 10 plus x minus 10 plus x bərabər olmalıdır 83-ə. İndi bu x-lər təbii ki getdi, bu da getdi. Məndə nə qaldı? X bərabərdir 83. 83-dən nə çıxacam? 35-in üstünə 18 gələcəm, olacaq 53. Düzdürmü? Bu da olacaq 30. 30. İndi ümumi olaraq mən buranı nə tapdım? 30 tapdım. X 30 tapdım. Ümumi olaraq. Getdim 83-dən çıxdım nəyi? 53-ü oldu 30. X hissəsin buranın. Amma və lakin, mən buranı 30 tapmışamsa, 30 tapmışam. 30-dan çıxacam nəyi? 30-dan çıxacam nəyi? E, onu, bura qalacaq 20. Düzdür? Nəysə biz səhv yazdıq, yoxsa mən nəysə səhv yazdıq. Nəysə unutduq burada. Diaqram antisxem. Yox, diaqram antisxem. Yox. Mən x minus 10 yazmalı deyiləm. Bura səhv yazdım. Üzrlü sayın. Çox üzr istəyirəm. Bura 10 yazmalıyam. Mən niyə 10 çıxaq, x çıxaq 10 yazdım? Bunların kəsişməsi axı 10-dur. Ümumi mən buranı 30 tapmışam. 30-un üstünə də 10 gələcəm. Ümumi 40 eləyəcəkdir. Bir daha deyirəm. Bunu yazmağa heç ehtiyac yoxdur. Çünki mən bunların ümumi kəsişməsini mənə 10 veribsə, mən elə gedib birbaşa x-imi tapıb sonra 10 gələ bilərəm üstünə. Yəni yolu budur. Bir daha misalı başdan alıram. Baxın. Mənə deyir ki, sənin diaqram əntisxemin 10-dur. Deməli, burada 10-dursa, mən ümumi x buranı tapmalıyam. Gedim x-i tapdım, düzdürmü? X-i də bunu burada yazmağım heç əslində düzgün deyildi. X-i nə tapdım? 30 tapdım. Amma hansı hissəni tapmışam? 30. Bu hissəni, ştrixlədiyim hissəni. Məndən isə diaqram sorğusunu soruşur və bu 10 da bu diaqrama aid daxil. Yəni 30-un üstünə mən 10 gələcəm, olacaq 40. 40. Cavabımız 40-dır. 46. Yol hərəkəti qaydalarının pozulmasını avtomatik qeydə alınması üçün qurğu 2/14 rəng palitrasından istifadə etməklə 2048 e, vuraq 512 piksel ölçülü rəngli fotoşəkillər çəkir. Aha. Şəkillər kameranın yaddaşında saxlanılır, bir neçə paketlər şəklində qruplaşdırılır və sonra 3 vuraq gün üstü 22 bit saniyə ilə verilənlərin emalı mərkəzinə ötürülür. Bir paketin ötürülməsi üçün 64 saniyə tələb olunarsa, bir paketdəki şəkillərin sayı neçədir? Deməli, bu məsələni addım-addım həll edək. Çox möhtəşəm bir məsələdir. Biz ümumi gedib həcmi tapmalıyıq. Düzdürmü? Nə deyir bizə? Yəni, ümumi olaraq, burada gedim hələ ki, həcmi tapım.
2-nin üstü 14 rəng palitrası deyirsə, mən 14-ü vuracam. 2-nin üstü 11-ə, vuracam 2-nin üstü nəyə? 9-a. Böləcəm 2-nin üstü, e, elə bunu mən 2-nin üstü 13-ə bölüm. Düzdürmü? İndi ixtisar aparsam, burada 14 vuraq, 128 edir. 128 kilobayt. Bunu hələ ki belə saxlayırım. Sonra nə deyir mənə? Deyir ki, şəkillər kameranın yaddaşında saxlanılır, bir neçə paketlər şəklində qruplaşdırılır və sonra 3 vura 2-nin üstü 22 bit saniyə sürəti ilə verilənləri mərkəzinə ötürülür. Bir paketin ötürülməsi üçün, deməli bir paketin ötürülməsi üçün 64 saniyə tələb olunarsa, mən bir paketin ümumi həcmini tapmalıyam. Bunun böyük rəqəm alındı. Görürsən biz mən bunu megabitlə yazsam, bunu bölüm elə 2-nin üstü 20-yə, 2-nin üstü 20-yə, düzdürmü? Bunu mən elə 14 megabit yazım. Bu böyük rəqəm oldu. Elə mən bunu bir dəqiqə belə saxlamayaq. Çünki biraz kiçik rəqəmlə işləyək. Bu böyük rəqəm oldu. 2-nin üstü 2-nin üstü neçəyə böldü? 20-yə oldu. Nə? 14 megabit. Bu böyük rəqəm oldu. Belə. Bu rahat. İndi bu mənim ümumi həcmim idi də. Yəni düzdürmü? Getdim tapdım. İndi qrafik təsvirin, yəni həcmini tapdım. Sonra qayıdır deyir ki, məsələnin ikinci şərti. Deyir, şəkillər kameranın yaddaşında saxlanılır, bir neçə paketlər şəklində qruplaşdırılır və sonra bu sürətlə bir paketin ötürülməsinə bu qədər saniyə sərf olunubdur. İndi gedək buradan biz həcmi tapaq. Yəni 3 vuraq 2-nin üstü 22-ni vuracam nəyə? 63-ə. Bunu da megabitə çevirsəm, e, çünki yuxarıca megabitlə yazır. 2-nin üstü 20-yə bölsəm nə qalar? 3 vuraq 63 vuraq 4. Ardından alıq 4-ü, yəni 2-nin kvadratı qalır. Bu da yəni eləyir nə? 12 vuraq 63. İndi mən ümumi həcmini tapdım. Bir dənə şəkil sayım, bir paketdəki şəklin sayını tapmaq istəyirəmsə, bu megabitdir. 12-ni vuracam 63-ə, böləcəm 14-ə. Yəni 12 vuraq 63-ə, böləcəm 14-ə. Ki, ümumi görək bir paketdə şəkil sayı neçədir? Biz elə tapacağıq. İndi ixtisar aparsaq, 7-yə ixtisar aparsam, burada qalacaq 9, burada qalacaq 2, burada 6 kərə 9-un ümumi 54 olur. Bir paketdə 54 dənə şəkil olur. Cavabımız 54. 47. Uyğunluğu müəyyən edin. Bayaq kilobaytdan yazdım onu. Gördüm kilobaytdan çox böyük ədəd alınır. Megabitə gəlirdi. Sonra megabitə çevirdim. Əslində kilobaytla getsəm o cavabı alırdım. Mən yenə deyirəm, ədəd böyük olacaqdı. Uyğunluğu müəyyən edin. Simsiz ötürmə vasitələri. Bayaqlarımla dedim bu haqda. Mikro dalğalar simsizdir. Sonra radio siqnallar simsizdir. Yəni birə gedəcək AE 2. Simli ötürmə vasitələri. Simli ötürmə vasitələri optik lift kabeldir, ən sürətli kabeldir. Koaksial bir də sarılmış cütlü kabel var. 3 dənə ümumiyyətlə simli ötürmə vasitələri var. Burada sarılmışı yoxdur. B, C isə bizim ikinci olacaqdır. Yəni 2-yə də BC getmiş olur. Deməli 1 A-ya, 2 BC. Deməli testlərimiz yekunlaşdı. 47 dənə sual idi. İzlədiyiniz üçün hər birinizə dərin təşəkkürümü bildirirəm. Ümidvaram ki, hər biriniz üçün faydalı olar. Növbəti video izahlarda görüşmək ümidi ilə. Sağ olun. Hələlik.